ki, mən tək heç kəs görməsin. Kimsə mənə nəsə deyəndə kürəyimi söykənədim, arxa dayaq. Kişi olsun, kişicik yox. Axmaq olsaydı, o yönsüz olsaydı, mən qapıdan deyərdim ki, amma bu paltarını biləcəm, çıx get. Hardan gəlmişsən ora? Oturuşuna da baxıram, duruşuna da baxıram. Nə zarafat sevən də ölür, nə şit hərəkəti sevən də ölür, bir şey də sevən də ölür. O məni kimi ciddi adamdır. Deyib gülməyə də yeri var. Bildiniz? Yoxsa qardaşım canını açır, bacım Füzulini soxdu içəri. Əcəb elədim. Sən, ay qardaş, sən zaksda ola, polislər səni, gəlinlik donlu sən, polislər yox qaynanan özü, gəlinlik donlu eyvan altından çıxartdı. Özü Elmiri ilə evli ola. Elmiri ilə evli ola. İndi sağ olun, mənə zəh gəlir, mən şeyə gedirəm, pades silmə, zəh fırırlar mənə. Padesimi silim, gəlim, pulumu da alım, gəlim. Bulaşıq, hoş gəldiniz. Salam, gözəl. Axşamınız sevim. Hoş gəldiniz, amma. Sözü nə qədər təkrar eləyirsən? Yorulmadın? Hoş gəldin, xanımsan, bəysən, bilmirəm. Salam gözəl xanım, necəsən? Sağ ol can, sən də tərsən. Heç kimə fikir vermə, əcəb eləyirsən. Allah haqqı çox əcəb eləyirsən. İnsan tək qalanda heç kim yanında heç kim olmur. Atası öz evladı olmur. Allah olmasın. Bəli, əcəb eləyirsən. Niyə əsəbləşirsən? Öz işini özün qur. Heç kimə də şey alma ki. İcazə alma. Öz işini özün qur. Hamı özü içindir. Həmi bəli, heç kəs kəsib gətirib çörək vermir. Heç kəs kəsib gətirib qəhd da bahalaşıbdır, çay da bahalaşıbdır, pəsuq da bahalaşıbdır. Allah şükür qarşı. Heç kim bilsin alma. Sən lazımdır. Kimisə sözündən oturub durasın. Öz ağlın var, öz başın var. Bak, Evlatların da razıdırsa da heç kim müdaxilə eləyə bilməz. Allaha and olsun. Yəni subyektiv fikirdir. Oğlum zəng eləyəndə, bax beyaqlarımdır. Dedi ki, Elmar, buraya gəl, baş üstə deyib yoqa yanına gedirlər. Çünki bu insanın, necə deyərlər, uşaqlar örgənişibdir. Bana deyir ki, hara getdin? Darxırlar. Bax, gedən kim deyir ki, deyə zəfirdir ki, gəlmir sənin evə, darxırıq. O da işə getdi. İşə çağırlar, getdi. Qardaş idin də, boşanmışdım. Niyə namusumu, qriyyətimi çəkmədin? Çıxıb canını aşmaqla döl, Hamı özünədir. Hamı. Salam ay gözəl. Salam, əleyhissalam, xoş Ay gəldin. gözəl, niyə özünü əsəbləşdirirsən bu Salman itə görə? Əsəbləşirəm, Allaha and olsun ata, əsəbləşirəm. Çıxıb canını, səfərin canlısına çıxıbdır. Ay bacım uşaqları yandırıbdır. Gözəl Füzulini evə gətiribdir. Əcəb eləmişəm. Sən kimi... Bu Salmanı o gün mən söydüm, batırdım da. Sən kim oldun ata? Mən da Mehman. Tanımadın ki? Hə, tanıdım ata, tanıdım. Hə, ay gözəl, özünü boş yerə əsəbləşdirmə. Allah sənə dadını satsın. Sən dünya görmüş adamsan, sən çox şey görmüsən. Mən gördüyüm şeylər heç kəs görmür. Mən Bakıda nələr gördüm. Bakıda... Bilirəm. Sən hələ Qəbələdə gördüyü görmüsən, Allah kömək olmuş. Bakının isə. Aga, mən o qədər şeylər görmüşəm. Ay sağ ol. Bilirəm, ay gözəl. Sən çox görmüsən. Sən prosto özünü əsəbləşdirmə. Neysən boş yerə? Salman nəzi bildi ki, ona görə əsəbləşdirirsən? Camaat da gülür sözümə görə. Yox, canını açıbdı. Sən qurban olum. Canını açıbdı. Gözəl Füzulini evə soxdu. Gözəl Füzulini zaksız evə soxdu. Yaxşı ki, qardaş idin. Boşanmışdım. Gəlmişdin yanıma. Gəlmişdim da. Ay gözəl, sən üzürlü say, bir dənə şey çatma, demə.
O dedi ne Salman polislərlə padvalın altından çıxartdılar gəlinlik paltarında nəmlə. O nə idi? Bu birdir bu vaxt idi. Elmira mənə zəng vurdu. Mən qaçıram. Dedim ana, mən də ki həyətdəyəm, işə girmişəm, ot dırmıqlayıram. Yayın cırcıramasıdır. Bir də gördüm ki zəng vurur. Qaynanası, Elmiranın anası, bu bir adam bu benimlə bezirəm. Gördü ki polislər gəldi. Elmiranın anası, hələ zaksıda ol, Elmiranın anası gəlinlik donlu. Vay. Eyvanın altından. Vay aman. Gəlinlik donlu. Küçüklərlə məktub paylam ki Salman evlənir. Vaş. Zarağanda Oçan var. Oçanatan danışıb bu. Ay aman, ay gözəl, səni verənə şükür. Səni cəhdi və quzu kəsərəm. Bu nəmzə. Sən gözəl insansın. Oçana da gəldi, mənə xəbərlər çatdı ki, qardaşının toyudur. Dedim Elmiranın toyu olub da anası yanına çağırıb. Haydan qaca, haydan. Elmiranın bir dəfə toyu olubdu. Nəyə qardaşım toyu? Heç demə Elmiranın xəbəri yoxdur ki, gəlinlik donda alıbdı. 30 ət də alıbdı. 100 manatlıq ətə də pul veribdi. Adam da danışıbdı. Hətta ki, öz istəyəmək qonşularına da çağırıb dəvətnamə payıydı. Ay gözəl, hər şey bir yana. Allah qoysa toy nə vaxtı? Yo, toy eləmirik biz. Bu boşuna... Yo. Çünki onun da 40 yaşı var. Mən də böyüdüm. Onun da əskəriyə getmiş oğlu var. Mən də iri uşağım var. Toy söhbəti. Bir dənə nikaha girib vəssalam. Yo, toy nədir ki? Toy zada eləmirəm də mən Salman döyələm ki, toy eləyəm. Hüt döyələm, bambulu döyələm. İnşallah balamın xeyir işində, Allah hamının balasının xeyir işi olsun. Balamın xeyir işində binanın qabağında toy eləyəcəm. Bax, binamın qabağında əskər yığıncağı. Və denə Allahdan arzum odur. Niyə çıxdı bu qardaş? Allahdan arzumudur. Allah canıma dəyməsin. Uşağım əskərlikdən geçsin. Əskərliyə gedəndə bir dənə qəşəng milləti çağırıb hamıya getmişəm. Cəmaatı çağırıb tappa-tap burada toy eləyəcəm. Qızımı da ki məktəbə, instituta girsin. Burada bina qabağında qızıma toy çaldıracağım. Məktəbə girməkdən ötəri yığıncaq eləyəcəm. Bir qızım, bir oğlum var. Allah hamının balasını saxlasın. Hamının balasına Allah xeyir iş qismət olsun. Hamıya da arzum odur ki Allah əziyyətini itirməsin. Mənim bir dənə arzum odur ki mən balamın xeyir işini görüm. Balama Allah heç kəsin balasına sinsitməsin. Mənim də balamın içində. Çünki mən çox əziyyətlər çəkmişəm. Yeməmişəm, içməmişəm, geyməmişəm, gəzməmişəm. Balam eləmişəm. Kim nə deyir desin. Mən qonşularım görüb, siz də gördünüz. Mehman siz də görmüşsünüz. Yeməmişəm, içməmişəm, balamı geyindirmişəm. Balamı gidizdirmişəm. Allah hamının balasını əskərlikdəki, səngərdəki, sudakı, salamat əskərliyə gedirlər. Allah hamının balasını qorusun. Rəbbim hamının balasını qorusun. Allah heç bir ananı gözü yaşlı qoymasın. Balasını da sinsitməsin. Mənim də arzum odur. Hər bir ananın borcudur ki, evlat toyu görsün. Hamının arzudur ki, evlat bəhrisi görsün. Mənim də arzum odur ki, çox sağ deyək ki, mənim də arzum odur ki, balam salamat böyüsün. Əskəriyə geçsə gedəndə burada bir dənə yığıncaq eləyirəm. Gələndə də ki, bir də xeyir yaxşı möhlüt eləyirəm. Oğlum da, qızım da ki məktəbi 11 illik qutaranda qəşəng yığıncaq eləyəcəm. Binamın qabağında, binanın qonşuları, qıraq yox. Bax, öz binamın qonşuları. Bir də ki, ikinci dəfə ailə qurduğum onun tərəfdəkilər. Vəssalam. Nə qardaş, nə bacı, nə ana. Lazım deyil mənə. İndiyətən ana mənə yiyə durmayıbsa, birindən sonra da mənə yiyə durmasın. Mənə Allah yiyə dursun. Birinci Allah balamı Allah saxlasın. Məni də Allah saxlasın. Yerdədə ki ailəm məni qorusun. Namusumu çəkəni bilirəm ki mən namusumu çəkən mənim ailəm var. Allahımdan razıyam. Min şükür. Vəssalam.
Bəs Qolu sağalsa, qolu ağrıyır. xoş gəldin xanım Bəysən. Səsi bağlamışsın. Sağ ola biləm, sən nə tərsən? Yaxşıyam, sağ ol. Az sənə nə olub? Biraz nəfəs al, biraz su iç. Biz onu sən axşam yeyirik, belə ciddi almışsan. Filan kəs getdi, cəhənnəm. Yo, mən sənə qurban olum. Yo, mən açıq bilməzsəm. Qoyun bilsinlər ki, buradan mən saat 5-də gedəcəm. Qız yol gəlir. Yavaş yavaş danış. Qız yol gəlir. Sən görək, çıxırmağına görə. Hə, gözəl. Üzürlü sayı bir ağa əlim dəydi çıxdı. Zəng gəldi. Səsin gəlmir axı. Nə oldu? Gəlir səsin. Hə, can, hə. Nə xoş oldu. Hə, neydən danışırdı? Hə, gəlir də ondan. Hə, gəlinlik yolunda. Opşim elə Salmanın başına oynaşdılar. Salman öz-özünə elədi. Salman öz-özünə eləyibdi. Yəni, kiçik birədə onun hörmətinə baxsınlar, mənim hörmətimə baxsınlar. Ay gözəl, gör nə deyirəm. Sən bir dənə Salmana dinən ki, sən mehmanı tanıyırsan, gör onda nə günə düşüyor. Mehman da valla tanımadım o mehman kimi. Mehman onun itin oyununu açıb başına. Tanımadım gələ də mən. Bu bazarda yumurta satan. Salmana deyəndə Salman özü bilir. Nə olub ki, başa düşmədim. Nə borcu varsa? Mənə onun başına oyun açıbdı Salmanın. Niyə? Özü utandığından o gündən canlıda dedim, mənə bloku açdı. Dinə, niyə? Nə olubdu? Mən də bilim də. Biabırçı bir işi var. Biabırçı nə? Bir qocaman da bilsin. Qoy onu ayıbı. Mən ağzına gələn demir. Canını açıb mən ağzsız demir. İndi qoy bilsin cəmaatda ki, günahı məndə görürlər. Nə oldu da dinə? Gözəl, utanıram, üzüm yoxdur söz bilmə. Utanma. Utananın mənə bax, burada utanışı şey yoxdur. Qoy mən də bilməliyəm ki, nə olubdu? Salmanın başına oyun açıbdı. Niyə, nə olub? Oğurluq edibdimi, qulduruq edibdimi, ağlasız nə olub? Nəsə belə axmaq işdi. Yəni onun özləri bilirlər. Mən burada cəmaat içində indi utanıram deməyə bana. Haydi. Dinə, uşaqlar gedin o an köyə. O gün məni bloka atdı o. Bunlar o an köyə geçsinlər. Dedim, burada özümüz idi. Qoşa bilirsən? Ay gözəl, qoşa bilirsən Salmanı deyim burada. Salman məni bloka atıbdı. Salman məni bloka atıbdı. Mən də blokdayam. Mən də blokdayam. Yazıb ki burada bax, Raibə xanım yazıb ki, demə qardaş, gedər özünə nəsə edər Salman. Oxuram, birdən gözəl gedər özünü intihar etzadır. Cəhənnəmə eləsin, dinə. Ortada sənin toyun var, o toyun qalar ortada, Allah sən. Toy. Ay sənə qurban olum, nə toy? Mən toy eləmirəm. Mən toyum bir dəfə olundu, qutardı. Mən boşananan sən nikaha girəcəm, son. Bax o, həqiqidir sən. Deyirəm mən o boşanandan sonra yoldaşım boşandı, hə. Bir dənə gedim nikaha girdim, bəs salam. Toy zat yoxdur burada. Onun da 40 yaşı var. Məndən də necə deyim, mənim neçə yaşım var? 36 yaşım var. Mən bir yoxsa toy edəcəm. Neyinirəm ha mən? Burada yazıblar ki, demə yazıblar. Demə, nə olar? Demə, nə olar? Ay sənin başına dönüm. Bazara mən çıxıb bazarlıq eləyəmirəm. Hamı mənə orada deyir ki, sənin qardaşın, sənin qardaşın, sənin qardaşın. Çıxa bilmirəm bazara. Salman, sənə bax deyirəm, bax. Bugün həftənin 2-ci günüdür. 6-cı gün gör Salman özündən ağarır. Bax, mən sənə deyirəm, 6-cı gün. İstir özün öldürsün, istir nağayrı qarsın, qardaş. Mənlik deyil. Bir dənə mənim ürəyim ağrıyan sənədir ki, sizin sonra xeyir işiniz qalacaq ortada. Mənim nəyimə lazımdır? Salmandır, Sanubərdir. Mənə dəxili yoxdur. Bir mövsümlər hamısı sabah günlük olsun. Orası deyil. Gəlirəm.
Hara getdin ay gözəl? Füzuli çağıram. Yoldaşım çağırır, deyim nə deyim? Ay səni verənə, səni cəhdi və quzu kəsərəm, səni yoldaş və quzu kəsərəm. Füzuli dözənmədi. Hə, Ne deyir bu deyəsən qısqançlığı tutub bu Füzuli. yo, üstünü örtürdüm, yatırdı, işdən Nəyin gəldi. üstünə otur? Hə, Füzuli. Uzanırdı devatda. Qəbələdə qalırsan gözəl, yoxsa? Gəlmişəm, qəbələdiyəm, bəli mən. Hə, biz də yaxınıq da bir yerdəyik. Yaxın qonşuluqdayıq. Harda? Ha bu tərəfdə, rayon mərkəzində. Sən Qaradokdasan da? Bəli, Qaradoxduyam. Mən sən tanımadın da sən. Vallahi tanımadım, mən sən yalan nə deyim? Mərkəzdir. Sizi də Allah gördürsün qardaş. Var olasınız. Allah canınızı sağ eləsin. Bəlkə baş ağrısı oldu. Salman, levini işığı taxıbdı. Nə öndə odunu yox, nə bir şey yox. Uşaqlar löhəli azaribdi. Löqqülü, qapını örtün. Löqqülü. 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 Löqqü. Dur ya. Ay gözəl, bu nə yazırlar? Bunlar sənə nə yazırlar? Bunlar niyə belə səhət deyirlər? Nə yazırlar yazsına, mən vecmədir. Uşaqlar löhəli öskürür. Canlını açıb qulaq asmışam. Canlını açdı, mən də qıraqdan durub baxıram. Öskürür uşaqlar. Nə odunu yox, nə bir şey yox. Vay. Bir lap şidisə, bir lapet odun gətirsin ki, peçi yandırsın, adam basçım uşaqların bədəni sinsin. Lev işığı qoşub, lev işığı. Peletkanı da, dört gözlü peletkanı da qoyub, canlını açıb oturub divanda. Yox, kişi də Qurtlar Vadisinin seyini qoyub, mahnısını qoyub, özünə seyləyir. Vallahi. Görübdür, mən onun namusu qırgətirəm, sən canını açıb, sən məndən danışmalı dörsün, qardaş. Mən sənin namusu qırgətirəm. Nə olumsa sənin namusun gedirəm. Kimin qızsın? İsrafil baba Türyanın qızıyam da, qanı canı, sənin varin qızıyam. Vay maşallah. Ay gözəl, inşallah bu yaxın vaxtlarda indi Füzuli də cavan adamdır da, sən də cavan canı sulu adamsan. Uşaq zad fikirləşirsiniz yoxsa? Hələ yox, hələ o barədə danışmayanda, o barədə danışmırıq. Siz də o Üstü barədə bağlıdır. Üstü bağlıdır da o. Siz də o barədə danışmayın. Baş üstə, danışmıyor, problem yox. O barədə danışılmasın. Xahiş edirəm, o barədə siz də danışmayın. Mən icazə vermirəm ki, bizə haqqında danışılsın. Saat 5'te ki pades sileceğim. Hoş geldiniz. Salam, necəsiz? Siz də təsiz. Şükür bacı, biz də yaxşıyıq. Gördüm oturub danışırsınız, dedim bizə qoşlaq sizə danışaq, söhbət eləyək, işlər zəif danışaq. Bey sen hoş geldin. İşləmirsiniz siz? Ben de şeye geçeceğim pades silmeye. Logo. 5'te. Yorulmayasın, Allah işib zaban da eləsin. Sağ ol can 5'ten 1'e kadar pades silmeye gideceğim. Yazıq qadınlar nə əziyyət çəkirir? Gel kardeşim sen de koşun. Yatır kardeşim de koşun. Hoş gelmişsiniz hanımlar. Hanımlar hoş gelmişsiniz. İnşallah gələrsiniz bir gün salonumuza qonaq olarsınız. Sizi dəvət eləyərik. Hardan koşulmuşsan hanım? Biz gənclik filialından. Allah çöreğinizi ruzunuzu bol Çox elə. sağ olun. Gələrsiniz inşallah bir gün qonaq eləyərik sizi. Çok sağ olun, teşekkür ederim. Allah çöreği, hamın çöreğini Allah getirsin. Ortada hanım, hoş geldin. Gələrsiniz saçınızı hədiyyə kəsəcəm. Sağ olun canım, teşekkür ederim, minnettarım. Allah canı, hamın canını sağ eləsin. Amin, amin. Allah hər kəsin Hamın balasını çöreğin olsun. ruzulu, bərəkətli, bol olsun. Yanvar ayında biraz işlərimiz zəifdir, amma indi fevralda başlayacaq inşallah. Ham elə deyir, yanvar ayında ham elə deyir.
Yanvar ayında salonçular bilir də vəziyyət nədir. Hamı elə Xeyir hoş olsun. geldin. Hoş geldin. Sağ ol, siz nə təsir. Bu sana iş yoxdur. Yanvar ayı gələndə mart ayında iş olur. Bu yeni daha İnşallah sizi bir gün qonaq eləyəcəyik bura. Yaxşı sizə işlər görərik. sağ olun. Allah hamı törəyini bol etsin. Sağ ol, sen nə təsir? Sağ olun. Bizim turlarımız var rayonlara. Niyə ölürsən ay? Niyə ölürsən? Onlar danışım. Eğer isteseniz həyat yoldaşınızla size hediye edebilirim. Şahlatlarınızı. Hardan qoşulmuşsunuz ortadaya xanım? Ortada xanım. Güzel qoşulmuşam. Salam gözəl insanlar. Balayın hediye edebilirim. Çox sağ ol, təşəkkür edirəm. Allah sizə can sağlığı versin. Nə hədiyyə eləyir xanım sizə? Allah Sizin kimi xanımlara nə hədiyyələsə yazdı. çox sağ ol. Allah ürəyinizə görə versin. Allah bütün xanımları, yaxşı xanımları, yaxşı bəyləri, Allah Rəbbim Allah qorusun, çörəyin rızqısı bolunu Allah versin. Amin, Amin, amin. amin. İndi Yo, buradakılar sizlər sizə gülür, amma bunları indi qıraqdan baxırlar, görmürlər nə əziyyət çəkirsiniz. Bunlar ancaq gülməyi bilir. İndi əziyyət çəkməyənlər də var da. Eyni var. gülür orada. Niyə gülürsüz ki? Nə olub? Normal insanda nəyə gülürsüz? Burada gülməli bir şey. Üstünü, başını düzəlt, saçını düzəlt, sizdən də yaxşı alınacaq. Öyle Allah olur, haqqı. kimlik halı da qəşəngdir. Abi, bu da gülməli bir Amma hal. nə olub ki? İndi biraz Yo, bir dəqiqə yəni, bir də siz də qəşəng düzəldəyə saçınızı kraskalayın. Yox, olmaz. Mən ailəmin yanında gözəl olum. Başqasının yanında çirkin ola bilərəm. Bəli, bəli. Hansı Yəni ki? elə düşük gülməsinlər də. Çünki o gülən qızlar var, o gülən qızları çıxartsaq çoxu yaramır. Mənə bax, o gülən qızları burasına aşağı çöldə qoyanlar. Yo, gözəl, elə demə. Gözəl, sənə qayd Onları biz edirlər ha. çox görürük, Söylə, narahat gözəl. olmayın. Eləsinlər, qoy qayd eləməyib, 100 dənə qayd eləsinlər. Axmaq. Öyle buradadır. Rav sənnəndir. Denən, Salonçu xanım deyəsən canlı. Görüntünü açmışsan denən deyəsən. sağ ol, onu Mən aça bilərəm, kəsəcəm. mən problem yoxdur. Mən aça bilmirəm, eləmi? Zuli, Ha, sənə zəng vururam, açmırsan mənim zəngimi, ad boy verirsən mənə. Salonçu xanım sizə parti baxdım mən. Yaxşı. İnşallah qəbul olar da. Hə, Füzuli. ha kardeş ne dersen ne var ne yok. Can, Füzuli. Elə ki, Ay birinci dəfə- Füzuli. Hayca. Qəbələ düşüb ha sən öz aramızdır. Ha. Səni cəhdi və qızı kəsərəm. Mən öyle gör nə çıxıram, deyir, özünüzə beş- yaxşı baxır, inşallah qoşularam yenə. Necə? Eşitirsən Füzuli? Mən gedirəm indi hələliyinə. Hə, onda sizə takip haqqında salonçu xanım. Baxaram, yaxşı. Füzuli. Oldu inşallah. Ay, Allah Füzuli. malında. Mən də gedirəm. Füzuli. Ha kardeş. Eşitsən səsim gəlir qaqa. Ha gelir. Qardaşlıqda əski olmasın qaqa. Gör nə deyirəm canıyım. Sən indi ola bilər də bəlkə hiss eləmirsən. Amma Qurana and olsun deyirəm, tam səmimi deyirəm. Qəbəliyə gedəndən rəngi rufun açılır. Yəni Yo, sən yo. həqiqətən Deyirəm da Ay, Füzuli toxtamısan, biraz toxtamısan. Simpatışlı. Ha Quran haqqı. Allah'a and olsun. Yəni ora getmisə elə bir növü düşüb də sənə elə bir ki, oranın havası, suyu. Yəni həqiqətən ora getməmişdən qabaq bir başqa idi, indi bir başqa. Mənə bax, Sovet qardaş, bir dənə zəhmət olmasa Füzuli eşitirsən qaqama. Ha kardeş. Yəqin bizim Şonqar bulağımızdan içmisən. Yok hele ki içmemişim. Kısmet olsa içerim inşallah. Amma iç ha qaqa, iç, özüm ölüm var ha. O sudan içdim pisiyor da. İnşallah Ay, içerim. Qəbələdən sən qaqa. Hə qaqa, hə can, qəbələ. Yeznədir də, özü yeznədir. Füzuli yeznədir. Füzuli Şirvan Qaqa zonasından sən laf yeznədir. baltaladın eyvallah. Ha, elə də Ondan qəbələ. sonra yığarsan məni. Necə? Ben de yıkacağım sen akşam. Canlıdan sonra məni. Füzuli bir gör, indi axşam sənin vaxtın olacaq mı yığma? Sənə icazə verəcəklərmi telefonla danışmağa? Hə, Füzuli mənim yığanda icazə verirlər. Füzuli nədir bəyəm? Ben için problem. Ben istediğim adamı gece gündüz yığıram. Ben için dəxil yoxdur. Ben için yaşamışım. Oo səni, sağ ol səni Füzuli. Füzuli yığarsan. Ay gözəl. Gözüm Gözəl. Başlarımı indi. Ay gözəl.
Bəli. Bacı mən sana 2 saatlik sorğu göndərim. Niyə məni qoşmurdu? Var. 2 saatlik qalmışam orada. Mən niyə qoşmurdun bacı? Axırı Dedim qoşdum. görün məndən alınıbdı, inciyibdi, niyə verirlər? Görürdün sorğunu yoxsa yox? Gördüm yuxarıdakı qardaşım ha baxı zəng eləsə Füzuli telefonu üzünə açıqdır. Mən üçün fərq eləmir. Mən zəngin bax telefonum əlimdədir tutmuşam. Mən Liboy zəngləri gecə gündüz açıram, hamısına da cavab verirəm. Bir dənə qadından başqa Liboy vereyim. Füzuli mənim nömrəm yoxdur, eləmi səndə? Qəbələrdə o da qəbələr ki. Dəvələri yerli. Bildim, yo. Bilirlər. Füzuli. Hay Ay qardaş. Füzuli. Hay qardaş. Sıfır altı yandır soğançanı. Gör nə deyirəm, Füzuli sən nömrən neçədir ki qa? Burada deyə bilməyəcəm. Yoxsa burada demək istəmirsən? Yo, Hə? burada Bura canlıdır. Burada yox. direktə Burada yazaq. demə, yox, burada demə. Ha, yox. Ha, indi görüm, vallahi direktə də yazacağam, oxuyasan, oxumayasan, onu da bilmirəm. Yazarsan, Direktə yazacağam, görsən nömrəni yazarsan qaqa. yazacağam. Mən yəni gözəl Maşallah olsun. nə qədər çox Ay istəyirsən, gözəl sən də xanım. xətri bir o qədər çox istəyirəm. Nə lazımdır qulluğundayam. Çox sağ Gözəl ol. xanım, siz bir dənə üzərik çevirin. Allah haqqı qardaş Bizi kimi deyirəm. istəməyən ha. çoxdur. Biz Bir dənə üzərik çevirin. Tək Allah sənə problem qismət eləməsin, xoş gün qismət eləsin. Çox sağ olun. Problemin olsa da hər mənada yanındayam bir dost. Çox sağ olun, var olun. Təşəkkür edirəm sizə. Yanındayım yox, başda oradayam mən. Yəni o problemin olmasın tək. Yəni başda mənəm. Çox sağ olun. Allah razı olsun. Mən Minnətdarım. gör nə ürəyi açıq adamsan ay Füzuli. Sənə bir dənə üzərik. Üzərik mütləqdir. Siz evin hər bir küncünə üzərik çevirin. Quranı indi yalandan tərifləmək olmasın. Füzuli üzdən necədir, içi də heylədir ha. Yəni içində bir başqa çöldən bir başqa özün göstərən adam deyil. Mən yəni Onu orada ekspertlər belə pis mənada demirəm, daşqalaq elədi, yenə də o heç kimin üzünə qayıtmırdı. Füzuli çıxıram mı yığarsan məni? Ay Füzuli. Yığacam qardaşım. Oldu brat, yığacam ürəyim. Oldu. Sağ ol səni. Füzuli. Oldu canım. Yığacam qardaş. Amma Füzuli çonqar bulağın Mən suyunu sənə içəm direktə yazacağam. Bu indi direktə yazacağam, inşallah görsən nömrəni yazarsan. İndi ay gözəl, elə bil mən sorğunu atanda nətər atım ki, onu elə bir ekranda qalsın, sən onu görə biləsən. Bir dənə mən bir dənə mən Elə çıxın. yaz, mən verirəm nömrəsini bura. Nömrə verirəm. Direktə yazarsan bir dənə. Mən Yox, direktə ümumi deyirəm də, bildim yazarım, yazmaram. Belə məsələn canlıda sorğuya qoşuluram. İndi yəqin çox adam atır o sorğunu da, o şeyi. Nə deyirlər ona? Misafirə qoşmaq. Yəqin görmürsən onu. Nə o mən görmürəm. Onu mən necə atım ekranda qalsın, sən onu görə biləsən. Direktə sən nömrəni yaz, mən gətirib Füzuliyə verəcəm nömrəni. Burada nömrəmi verəm. İnşallah, Götürəcəklər. Burada vermək istəmirəm. Burada hamısı xanımlar var. Burada Burada xanımlar. vermə, burada vermə. Burada Mən yazım da nömrəmi ay gözəl Bu dəqiqə xanım. o ac qurtlar var, Füzuli. Bu dəqiqə Mən bilmirsən yazdıram. hansı yolla ayırsın o gözəldən. Burada mən nömrəmi versəm qardaş, bilirlər ki, telefon zəngi dayanmayacaq. Ha vallah. Amma o qədər boş bekar adamlar var, işi yox, gücü yox. Həmən dəqiqə mən də qısqancam. Həmən dəqiqə qutardı ki, o telefon qırılar. Ha, qırğın düşərək biz də qırğın. Yox, elə eləmə. Gözəl elə eləmə sən can. Mən elə bir insanam ki, xəssiyyətimi də demişəm buna ki, bunun telefonu hansı kişidən zərər yoxdur. Hansı bir qadın zəng eləsə, gözümdə yoxsan. Ha, bax, arvad qısqancdır. Mən telefonuma Allah həmişə. Füzuli, mən sənə bir şey deyim. Füzuli, mən sənə bir söz deyim. Buyur qardaş. Allaha and olsun. Bax indi Allaha and edirəm də, Allaha nəslim qurban. Bəli. Handa deyən o zakistə ailələr deyirlər. İkidə bir zaks deyirlər ha. Bəli. Handa bir o zakistə ailələr deyərəm ki, yoldaşı belə qayğısına qalmır. Retkolarda o yoldaş deyir ki, onun telefonuna qadınla zəng gəlsə belə olar, heyl olar. Görsən qeydivə nətər qalır. Qaqa, elə şeylə, elə şeylə olmur. Yəni Vallahi qaqa, yəni mən ailələr görmüşəm, heç belə sən şey biraz olmuyor. lap dərindən getdin. Yəni ki, o nikahlılar. Hamısını demirəm, qaqa, yəni də indi görmüşük də başıma dönür. Yox, belə Allah bunları xoşbəxt eləsin. Yəni pis günlərində Bir heç sözlə doşab aldım, bal çıxdı da Füzuli. Bax Belə səndə elə çıxmasın, oldu. Gözəl xanım əziyyəti ilə halal çörəyin qazanıbdı. İndi Füzuli qardaş da yəni
görürük ki, yəni mədənidir, tərbiyəli, qanacaqlı bir qardaşdır. Yəni sözüm onda yoxdur. Allah xoşbəxt eləsin. Yəni sən hiss eləmirsən, ay qaqa. Adı nə idi sənin? Dostum, Mənim? xoşulan olan. Hə, adı nə? Mehman. Mehman, sən hiss eləmirsən gözəl Füzulini nə qədər istəyir, nə qədər Yox, qeydinə istəyə bilər. Mən demirəm və nə qədər bir insan kimi Sadəcə qeydinə indi o qədər yəni rola girənlər var ki, gözəl xanımdan uzaq. Gözəl xanımdan uzaq. O qədər elə rola girənlər var ki. İçi çölünə vurub, görmürsən, içi nətərsə üzünə vurub onu təmizləyir. Ay qardaş, mən nə tər bir insanam. Mənə zəhk gələndə gəlib yanında danışıram. Mən kimi düzgün olsun. Ya mənə zəhk verirsə yanında danışıram. Nabələdsə nabələd, düzdürsə düz. Bəli, Zəhra aşkı düzdür. Mən var Yəni bəzən göründüyü kimi olmur. Ay qardaş, deyəm bir dəqiqə, makleylərlə bir yerdə işləmişəm. Ona zəhviram yanında, buna zəhviram ki, özümə iş axtarım, öyə çörək pılı gətirim. Özünün yanında zəhviram. Mənsiz xəbərsiz gizlini iş görsə, kim bababşı Füzuli. Ay, o gizli heç nə yoxdur. Mən sənin üçün deyirəm ki, hansı xanımsa, ay can, cür, sevgilim, canım, ciyarım, eşq elanı eləsə, həmən dəqiqə anasına məlumat verirəm ki, oğlumu yığışdır. Ki, Yığışdır. Bəli, sənin oğlun can, cür, evdə ailəsi qoya. Bir gözəl arada olmalıdır da, o kişi xeylağı indi çıxıb araca bir... Yo. Düş aşağı, səndən razılaşmıram. Yo. Niyə? Sən Niyə can? elə. Sən öydə arvadıva hörmət qoyursan, namusuva, qiriyyətiva hörmət qoyursansa, quça qızlarla da hörmət qoyursan. Evdə arvadıva, bacıva hörmət qoyan adam çıxsın Gözəl canım. nə dedi ki o, ay gözəl? Gözəl nə dedi o? Nə dedi ki? Nə dedi ki, ay? Mən deyə elə şeylər pis baxmıram deyir. Bu da mı kişisine qısqanır deyəm. Mən şəxsən Niyə mən pis baxmamalı? Onu hansı qadın qəbul eləyər ki, başa düşmür, niyə pis baxmamalı? Mən pis baxmıram, heç biri. Durum yaxşı. Mən bunu gözü baxa-baxa bir kişi ilə danışsam, bəs bunun qiriyyəti? Sən deyirəmsə düzgün. Bəli. Yo. Allah ki, sənmi deyirəm, səhv demirsən. Bax, bunu yaxşı, mən səhv deyirəm. Belə dönür. Yaxşı, bunu evdə qoya. Durum mən bir kişi ilə bunun yanında, o anki otaqda bu yatmış. Bir kişi ilə telefonu alıb kişi ilə salım. Bunu işə göndərim, lotunu salım. Onda kişi papağı aşağı. Gözəl, mən sənə bir dənə söz deyim də, gözəl. Mən bir dənə söz deyim. Sizdə bir dənə iştirakçı var idi, adı bil. Səsim gəlir, gözəl. Səsim gəlir. Qardaşım. Sizdə bir iştirakçı var idi. Bu şimal zonasından gəlmişdi. Adı yadımda deyil, sarışın qadını idi. Xeyli də yaşı var idi, 50-yə yaxın yaşı var idi. Özü boyda oğlanları ola gəldi, 2 ayağın dirədi ki, mən boşanıram. Gör indi ona bir dənə adam pis baxır ki, özün boyda oğlanların ola ərini boşadın, gəldin özündən də qat-qat yaşda balaca bir oğlanla yaşayırsan. Gör ona bir nəfər bir söz deyir, pis baxır. Amma bu adam iki nəfər sit ürəkdən, təmiz niyyətlə ailə qurub, Allah'ın olsun elə bir başlarına daş düşür bəzilərinin. Ay qardaş, bax yenə də deyirəm. Mən bu Füzuliyə... Zarina, yadıma düşdü, Zarina. Sağ ol. Gör ona bir nəfər pis baxdı ki, bu nə boyda oğlanların ola. Ərin gəldi, diç götü ki, boşanmayaq. Sən dedin boşanıram. Nəvən də var elə sənə. Mən gedibdi, özü boyda da oğlanla yaşayır. Bəli. İndi gör ona bir dənə söz deyirlər. Çünki baxırsan ki, elə o bəziləri də o ağıldadır, onlara xeyləsi sərf edir. Ay gözəl, sən canlı kimsə idarə edir, yoxsa necə? Oğlumdur, oğlum. Blokator. Onda o yəqin 50 dəyər çıxardır da, belə çıxarır. Yo, mənim oğlum adamları blokator. Buradadır, ölsə deyə o anki otaqdan. Gözəl, çıxanda, mən elə ki, mən səndən danışanda, sizlə danışanda elə olur da birdən çıxanda, naxadı bir dənə baxda sorğu verən kimi yenə qəbul edə qoş, imkan varsa, elə olanda. Yaxşı, yenə də deyirəm, bax, məndə nöqsən yoxdursa, bunda da olmayacaq. Mən bir yastığa baş qoyursa, bir-birimizə xəyanət eləməyə döyülük. Onu, Allah onda ruzqimizi, bərəkətimizi yetirir. Mən niyə xəyanət edirəm buna? Niyə xəyanət edirəm bizə burada? Yaxşı, kişi qayasaya getməyim. Bir kişi.
Özdə ay gözəl. Xəyanət olanda, yalan olanda, kələy olanda o ailə çox getməkdən əlavə ruzusu da olmur o ailənin. Bəli, Çünki bəli. hər ikisi bir-birini anladır axı. Özə, bunun maması ilə də danışıram da Hə usta. Mamın adını çəkmə. Allah'ın da olsa Füzuli'nin mamasıyla da danışıram. Mən demişəm ki, Füzuli'dən xəyanət görsəm, mənim gözümü görünməsin. Hələ inşallah ki də eləməz. Füzuli elə oğlan deyil. Vallahi mən Yox, indi Füzuli elə oğlan deyil. Özdə bir şey eləməz. Gözəl. Bu maşını üstüyə gətirmişəm. Eşidirsən gözəl. Hə. Ay gözəl. Bəli, Bu maşını bəli. üstüyə gətirmişəm. Maşın hazırdır. Usta çağırır məni. Yəni mənə icazə verərsinizsə mən çıxım. Bu usta deyə maşını götürməliyəm. Çıxın mən də çıxıram. Sağ olun gözəl insanlar. Allah sizi qorusun. Allah mərdəm azardan uzaq eləsin sizi. Öpürəm Füzuli. Sağ ol. Sağ ol. Sağ ol. Sağ ol. Sağ ol. Çox sağ ol. Sağ ol. Sağ ol. Pades sürmədən zəhər. Söndürməmişəm mən. saçı bağla. Bağladım. Dedi. Anlasın. Necəsən ay gözəl? Sənə ATV-də olandan balet eləyirəm. Sağ ol can, sən nə tərsən? Balet elə də. Yaxşıyam ay gözəl. Sənə qarşı ümumiyyətlə hörmətimiz çox deyək. Qarşılıqlıdır bacım, anam, hamımıza qarşılıqlıdır. Hamımızı Mən sevir. deyirəm, qoş məni, qoşmursunuz gözəl. Nə Füzuli neyini, nə deyir Füzuli dava eləyir səndən? Yo, siqaretin zadı verirəm. Siqaretin zadı gətirirəm, yo. Hə, dedi səsi kəsdi, elə bildi ki, dalaşır səndən, ondan narahat oldu. Yo, siqaretin zadını verirəm, bu dalaşan deyil. Siqaretin zadı verirəm, nə kül qapısını boşaldıram, su gətirirəm. Valla Füzuli cənnətə düşüb, səni kimi arvad olub o üçün. O çox sevinsin ki, sənin kimi həyat yoldaşı var. Yo, dərmanları verirəm. Dərman demişəm, Füzuli. Vay, dərmanları demişəm, bu dərman, gözlük dərmanları. Xəstələndin mi Füzuli? Yo, ürəyinə görə narahatdır. Yəni gözlüyümün bir dənə dərmanlarını apar verim. Hə, yaxşı. Gözlüyüm bir dəqiqə. Qəbələnin özündə yaşırsan, ay gözəl. Bəli, Qaradoxda. Damla get, su gətir. Füzuli işləyir, gözəl. İşlər indi gəldi. Hə, nə yaxşı işləyir də onda. Çox dərmanlarını verməmişəm, mənim yadımdan çıxıb. Ala bunları. Zəhmətkeş xanımsan, ay gözəl, zəhmətkeşsən. Başıca dönərəm, qarşılıqlıdır. Çiğnata atmam da ya. Öz evindir, gözəl, yoxsa kirayədəsiz? Yo, öz evimdir bacı, öz evimdir. Gel buraya elinden bak. Boşa atma bana. Üzürü say, onun dərmanlarını verirdim, üzürü say. Hə, heç nə olmaz ay gözəl, heç nə olmaz. O neynədir? O ailəsindən ayrıldı da, Tamisən, məhkəmə zad oldu. Yox, bir məhkəməsi olub qalıb, bir məhkəməsi. Hə. Aliment zad istəyir o bir tərəf. Onlar bilmirəm, onlar danışmaq istəmirəm bacı, onun öz şəxsi işidir. Hə də, hələ ki heç nə bilinmir də, hələ məhkəməsi qurtarmır. Onun öz şəxsi işidir. Əsas sən xoşbəxt ol, ay gözəl. Burnun necədir, nəfəs alman zad? Allah, yaxşıdır. Xoşuma gəldi özümdən. Hə, burnu bəyənirsən də öz burnunu.
Bəli, Hələ bəli. şişdir, gözəl, hələ şişdir. Biraz soyuğa çıxan kimi bırım ağrıyır bacım. Hə, geyin də, isti geyin, başva isti geyin. Hələ ki tezdən